daşı bu göz sende var. Her bakışın can alar. Gözümün gözüne bakar, beni yandırıp yakar. Bu daşı bu göz sende var. Her bakışın can alar. Can alar, can alar. Nahal yürek. Nahal yürek. Nahal yürek. Nahal yürek. Sen yürek. Nahal yürek. Nahal yürek. Nahal yürek. Sen yürek. Güney hayalına nesli, kemer beni kesti. Beni atıp gitmişsen, demek sevgi ebesti. Kürek ayağından esti, kemer belimi kesti. Beni atıp gitmişsen, demek sevgi ebesti. Gözümü gözüne bakar, beni yandırıp yakar. Bu kaşı bu göz sende var, her bakışın can alar. Gözümü gözüne bakar, beni yandırıp yakar. Bu kaşı bu göz sende var, her bakışın can alar. Can alar, can alar, can alar, can alar, can alar. Nahal yürek. Nahal yürek. Nahal yürek. Sen yürek. Bravo! Bravo! Murat, necə oxudu cücə? Xoruz buraxmadı ki. Cücəni pişirdilər. Cücəni paizdə sayarlar. Yox, pişirdilər qəşəng. Ulan necə Ağa düş, istidir, ağa düş ulan orada. necə Ağa, istidir. ağa sən də tistilirsən. Düş, düş. Cücəni bişirmədilər. Əla nömrə Ay idi. Murad, cücəni bişirmədilər. Cücə bayaqdan bizi bişirir. Doğrudan. Ha. Bəs kimdir tistiləyən? Cücədir tistiləyən. Biz Sizi tistiləmirik bilmirəm, amma ki. mən burada bişirəm artıq, bişirəm. Ləzzət aldım bu nömrədən. Düzdür, indi mənim ötən həftə dediyim adı hamı Aha. deyəcək. Murad siz deyin, Amma o mən bu adı. dəfə başqa ad deyəcəm. Bəlkə deməyəcəklər, kim, Amma kim? mən keçən səfər dedim ki, bu Salih Bağırovdur. Sonra fikirləşdim ki, cücənin Salih olması, sarı rəngdə, maska verilişində İTV-nin təmsilçisidir eyhamı çox üzdə olan bir şeydir. Hamının ağlına gələ bilər. Biraz dərinə varmaq lazımdır. Nə mane olur ki, bax bu personaj hansı ki bizə vokal və səs göstərmir, hər hansı bir teatr səhnəsinin aktyoru olsun. Özdə bugünkü ipucularda var idi bu məqam. Teatr sözü keçdi, teatr səhnəsi sözü deyildi. Gəlin düşünəyə görək, bax Coşqun müəllim, həmkarlarınız, teatr aktyorlarınızı bir-bir yada salın. Dünyaya Mən özümdən eynəklə başqa aktyor baxan, tanımıram. dünyaya eynəklə baxan hansı aktyorumuz var? Eynəklə baxan. Kim ola bilər bu? Qurban O- Məsimov ola bilər? o qədər var ola ki, bilər. yox, Pantomima yox. teatrından daha kimlər var? Yox, yox, eynəkli yoxdur. Azdramadan var. Daha Yada salın, yada Kamran salın. Ağabalayev. Kamran Ağabalayev maraqlı variantdır. Buyurun, Kamilə xanım sizə davam edirik. Nömrə, Nömrə. aşbazlar, Hə. oğlanlar, onların rəqsləri, Acımısınız onların emosiyaları, onlar bizə elə emosiya ötürürdülər ki, həmin o rəqqaslar. Ləzzət elədi. Necə dadlı danışırsa. Ay, Bəli, mən də çox. yemək istəyirəm. Biraz da. Kamilə kimdir sizcə maska arxasında? Pişmiş ağa. Bəlkə elə rəvandır. İctimai, Rəvan Bağırov. Ola bilər, maraqlıdır. DJ-yi Rəvan Mampası Bağırov. verilişin aparıcısı. Bəli, bəli. Teşekkürlər minnətdarıq. Nigar, sizdə də maraqlı fikirlər var deyəsən. Əlbəttə ki, həmişəki kimi maraqsız bir şey dedi xanım. Mən düşünürəm. Kamilə xanım. Qırğın, qırğın, qırğın. Az sonra. Atışma. Ay,
Nigar. Mən düşündüm dedi pişib. Ha, biz siz necə pişmiş xanım, ağa, nə bilim nə Zarafat filmlər edirlər, eləmiş, zarafat. nə bilim nə falan. Mənim adım Zarafat. Kamil. Ağanı yad planetli pişirib. Hə. Mən əminliklə deyirəm ki, yəni müğənni deyil dəqiq. Çox maraqlı Hə, versiyadır. əminəm. Aman tanrım. Görək Sən daha dur, nə dur, olacaq. dur. Reklamlardan sonra. Herhalde. Herhalde. Bilmirəm, nədənsə düşünürəm ki, bu həm aparıcıdır, həm aktyordur və mənə elə gəlir ki, mənlə bir filmdə çəkilən İslam Mehrəliyev. Necə maraqlı. Çox maraqlı İslamın adı çəkildi. Coşqun bəy, sizin fikriniz maraqlıdır. Bu Nuran'dır, Nuran. Bizim Şuşa arxasından Yeri baxar. gəlmişkən o məhz bu tipdə mahnıları oxuyur. Amma Köhnə mahnıları yerə səncə özünü aranjman yandırar mı eləyir. belə? Coşqun bəy, Nurandırsa Nuran dəyişməlidir də. Baxın, biz hal-hazırda qarşımızda Nuranın təqlidini deməyim. Tipajını görürük. Hə, Nuran kimi təqdimat eşidirik. hansı Nuran daşır? İfaçı yoxsa Hacı Nuran? Müğənni, gənc dostumuz Nuran Böyük pencəklər gəlirsə giydirir. maskaya Yəni. dəyişməlidir də. Yox, dəyişməlidir. Bəli. Nuran kimi oxusa onda bu maska olmur axı. Ona görə bu Nuran deyil. Amma bir şey deyim, bizim belə bir tarixçəmiz, tarix nadir. Tarixçəmiz Miri Yusif təcrübəsini yaxşı xatırlayır. Miri Yusif gəldi maskaya, qram da dəyişmədi. Mir Yusuf kimi də Dəyişmədi. getdi. Miri Yusif çıxdı səhnəyə, Miri Yusif kimi oxudu. Dəyişə Miri bilməz də qulaq Nuran. asma, Miri qulaq asma. Yox, Sən pis şey o demirəm ki. oylarla Bəsdir. Bu mənim dostumdur. Sən son vaxtlar Bilirsən. intriqalara yaman girirsən. Yəni. Sən bugün intriqansan, Aha, Nigar. üçüncü spiskada sən olacaqsan. Oo. Bir yerdə alacağıq deyəsən. Siyahıda. Faiq Ağayev, siz də eşidək. Bundan qabaq Cücə 2 dəfə yalan doğru məlumatlar verəndə birisində ya beynəlxalq layihələrin iştirakçısı, ya da dövlət qurumunda mətbuat katibi olub. Bəli. Aha. Biz fikirləşdik ki, dövlət qurumunda mətbuat katibi ola bilməz, beynəlxalq layihələrin iştirakçısıdır Bəlkə deyə Altın Kələbək? fikirləşdik. Bəli. Daha sonra söyləmişdi ki, qarətçilərin qurbanı olmuşam Ayaz Babayev. və ya dünyaya şüşə arxasından baxıram. Burada da biz fikirləşdik ki, televiziyada işləyən adamdır və ona görə dünyaya şüşə arxasından baxır. Mənim ilkin versiyam Azər Süleymanlı idi, İctimai Televiziyanın aparıcısı. Bəli. Nigarın funksiyalarını biraz öz üzərimə götürürəm. Ləhcəsi yoxdur Azərbaycan dilində. Aha. Mütləqdir ki, Azərbaycan bölməsini bitirən insandır. Kimdir? Nuran deyil, çünki Nuran nə beynəlxalq müsabiqələrdə iştirak eləyib. Dünyaya şüşə arxasından baxa bilər, çünki müğənni də, YouTube-da televizordan baxılır və ya telefondan baxılır, şüşə arxasından baxılır. Amma eyni Bilmirəm bu kimdir. Mən doğrusu uzun müddət fikirləşirdim ki, bu maskanı arxasında Samir Bağırov ola bilər. Amma Samir O Bağırovun qədər hərəkətdir. ifasında, danışığında mütləq sən də lələklərin ağzımın içinə girir. Lələ O deyil, lələlər o Faiq bəy, mikrofona necə TikTok, getdi? tikləridir. Mən daha Lələ birinci verilişdə Mən idi. daha poetik istifadə elədim. Lələgi, Samir Bağırov Azərbaycan dilində təbii ki, ləhcə ilə danışır. O deyil. Kimdir bu? Mənim üçün Azər Süleymanlı versiyası Aydın, hə? ola bilər. Azər Süleyman. Beynəlxalq layihələr. Hörmətli detektivlər, gəlin davam edək. İndi Bir şey deyim, auditoriyada ağa, bizə ağa, kömək ağa, edəcək. ağa, Çünki sözüm vardı, Cücə ay, öz ağa, haqqında ağa. iki məlumat verəcək Murad. Bizim burada Nigarla müştərək bir versiyamız daha var. O beynəlxalq layihə dedikdə özünün də bir zamanlar iştirak etdiyi və yeni rəfiqələr və dostlar qazandığı Başlandı. altın kələbək Altın Kələbək layihəsi dedi və Azərbaycanda Ayaz. Altın Kələbəyi alan bizim gənc dostumuz Ayaz Babayev. Ayaz Babayev versiyası ağla Ayaz gəlir. Babayev. Niyə? Maraqlıdır. Gəlin bu maraqlıdır. versiyanın xeyrinə bir-iki dənə fikir söyləyək. Hörmətli detektivlər, gəlin iki məlumatı işləyək, ondan sonra müzakirə edək yerində. Yaxşı. Gəlin müzakirələrə təbii ki, detektivlərimizə kömək eləməliyik. Auditoriya hazırlıqmı? Beləliklə, Cücə özü haqqında iki məlumat deyir. Biri səhv, biri doğru. Hansı doğrudur, hansı səhvdir? Bunu siz də kömək edəcəksiniz, detektivlər də müəyyən etsinlər. Cücə, özün haqqında iki məlumat ver. Birinci məlumat, buyur Cücə. Göz əməliyyatı olmuşam. Rəvana gedir. Göz əməliyyatı olmuşam, dedi Cücə. İkinci məlumat. İşimlə əlaqədar hər səhər saat 6:50-də oyanıram.
işimlə əlaqədar hər səhər 6:50-də yuxudan oyanıram. Birinci məlumatda dedi ki, göz əməliyyatı olmuşam. Sonra dedi ki, işimlə əlaqədar hər gün səhər saat 6:50-də oyanıram. İkinci versiyanı, məlumatı daha çox doğruladı auditoriya, hörmətli detektivlər. Amma siz nə düşünürsünüz? Sizin fikriniz çox maraqlıdır. Hə Murad, indi sizə davam edək. Bütün versiyalarımızı qatıb qarışdırdılar. Gördünüz? Bax, misal üçün göz əməliyyatı olub Rəvan. Rəvan Bağırov. Bəli, amma eyni Mampası. zamanda... Amma eyni zamanda Rəvan həm də işi ilə əlaqədar ertədən oyanır. Çünki Fatihlə mampasını aparır. Mampası səhər şousu. Burada isə iki variantın biri doğrudur, biri yalan. Demək bu Bəli. Rəvan deyil. Çünki hər iki variant Rəvanın üzərinə gedir. Ayaz Babayevin göz əməliyyatı haqqında məlumatım yoxdur. Salih bir vaxtlar səhər verişi aparırdı və səhər oyanırdı. İndi Salih səhər verişi aparmır. Özün keçmiş zamanda dedin. Deyirsən oyanırdı, amma o dedi ki oyanıram. Hə, ona görə deyirəm də. Ona görə deyirəm ki, Salih deyil. Çünki Salih oyanmır artıq. Mən bilirəm ki, Demək, bu adam kimdisə səhər saat 8-də canlı efirdə olmalıdır. Qulaq, İslam Ola bilər. Mehrəliyev veriliş aparır indi. Aparır, hə. MTV-də aparır. İslam Səhərə. aparır. Bilmirəm. Bilmirəm. Aparır amma. Bilmirəm. Buyurun, Mən yenə Nigar də ki- deyirəm ki, İslam Mehrəliyev. Bilmirəm. Niyə İslam düşünürəm ki, odur. Mehrəliyev. Mən bir də İslam üzr istəyirəm, Mehrəliyev. Coşqun Rəhimov bütün suallar ünvanlanır. Niyə? Çünki orada teatr aktyoru, teatr səhnəsi Teatrda ifadəsindəndir. o qədər aktyor var Aramızda ki. da aktyorları Coşqun müəllim təmsil edir. Bax, aktyorlar səhər saat 8-də işdə olmalıdır, yoxsa yox? 8 yox, 11-də olmalı. Ha, görürsən. O səhər saat 6:50-də oyanmır. Aha. O göz əməliyyatı edib. Bax, buna görə düşünək. O göz əməliyyatı elətdirib. 100%. Əməliyyat elətdirib. Bəli. Rəvandan başqa kimi eləyir? Sən niyə onu düşündün? O qədər ki, adam. Niyə o versiyada Düşünək. gəldin? İşləyən Niyə Pərviz. ağlına o gəldi? Çünki hal-hazırda səhər tezdən oyanıb veriş aparmaq məsələsi məhz Rəvanın üzərinə göndərmə idi. O Rəvan deyil. Orada deyildi ki, beynəlxalq layihədə də iştirak edib, düzdür? Və biz o yolda çıxdıq ki, aktyor ola bilər, şüşə arxasından baxırsa, nə bilim, yəni bizim sahənin insanı ola bilər də, aparıcı aktyor bir yerdə. Bəlkə düşünürəm ki, bu maskanın arxasında Ford Bayard layihəsində iştirak etmiş Elşən də ola bilər. Məndən çox yaşayacaqsan. Yaxşı Ford da. bayarı fikirləşirəm bayaqdan. Səhərdən mən də Kamilə Ford xanım, Bayard hansı və işinə Gülsüm söhbət gedir? Elşən Orucov, Elişko. Elişkodan söhbət gedir. Fəlakət. Aydın da. Aha. Amma Ford Bayardda bir çox aparıcılar da var idi. Nigar, kimlər var idi? Rəqsanə də var idi. Yox, aparıcılar. Aparırdı da İlkin biz. var. Kim var idi? O aparırdı. İlkin var idi. Təkərli Zaur Ola özüdür. bilər. Şəhriyar var idi. Şəhriyar da olub. olub. Ha, bu Zaur Baxşəliyevdir. Ola bilər. Son versiyaları işte. Coşkun Bey. Zaur Baxşəliyev. Aydındır. Kamilə xanım. Ford Bayarddan yola çıxaraq deyirəm ki, bu maskanın arxasında Elşən Elişkodur. Elçən Orucov. Murad Arif. Son təxmininiz. Çox güman ki, Salih işə gəlir də, nə fərqi var, səhər veriş aparmır bu adam. Amma ictimainin işçiləri səhər vaxtı işə gəlməlidirlər. Mən bacımdan bilirəm ki, ora qol çəkirsən, vaxtında işdə olmalısan. Bu Salih Bağırovdur. Aydındır. Teşekkürler Nigar Camal. Son təxmininiz. Son İslam Mehrəliyev. Aydındır. Faiq Ağayev. Son təxmininiz. Azər Süleymanlı. Azər Süleymanlı. Teşekkürler detektivlerimiz. Cücemizi yola salırıq. Detektivlərimizin bu ana olan təxminləri belədir. Bəs siz necə düşünürsünüz? Cücə maskası arxasında kimdir?